Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyətini inzibati idarəetmədən xidmət modelinə keçirib. Vaxtilə ölkə üzrə 77 qəbul şöbəsi və 4725 işçi ilə funksional fəaliyyət göstərən fond bugün 8 mərkəzi filial, 19 regional filialla 2308 işçi ilə vətəndaşlara xidmət göstərir. Eyni zamanda 5 dost mərkəzi də fondun fəaliyyət istiqamətləri üzrə vətəndaşlara xidmət göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsi istiqamətində vacib rol oynayır. İdarəçilik və xidmətlər müasir innovativ texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulub, xərclər optimallaşdırılıb, sosial ödənişlərin elektron qaydada proaktiv təyinatının aparılması və ödənişlərdə çeviklik təmin olunub. Fond xidmət keyfiyyətini artırmaq üçün müxtəlif innovativ həllər tətbiq edib. Ötən dövr ərzində fondun strukturu tamam yenilənib, mərkəzləşmə həyata keçirilib. Fond sistemində ölkə üzrə bütün maliyyə mühasibatlıq əməliyyatları, fərdi uçot sistemi, pensiya, müavinət, təqaüd və kompensasiya təyinatı, ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün maddi məişət şəraitinin müayinəsinin aparılması, arxiv və inventarlaşdırma işləri mərkəzləşdirilib. Mərkəzləşmə nəticəsində xərclərə nəzarət gücləndirilib, xərclər optimallaşdırılıb, ödənişlərdə çeviklik təmin olunub. Fərdi uçot sağlamlaşdırılıb, sosial ödənişlərin təyinatı və ödənişi şəffaf, vətəndaş məmur təması olmadan çevik şəkildə aparılır. Əsas hədəf vətəndaşların müraciəti olmadan onların sosial təminat hüquqlarını avtomatik qaydada təmin etməkdir. Hazırda ölkə üzrə fond tərəfindən vətəndaşlara göstərilən xidmətlərin sayı 88-dir. Həmin xidmətlərin 82-si, yəni 93,2% elektronlaşdırılır. 51-i isə vətəndaş müraciəti olmadan proaktiv qaydada həyata keçirilir. Təkcə keçən il ərzində ümumi əsaslarla yaşa görə pensiya təyinatının 88,7%-i proaktiv qaydada aparılır. Bundan başqa, ötən müddət ərzində e-sosial.az portalında istifadəçi sayı da artıb. Hazırda portal istifadəçilərinin sayı 2,2 milyon nəfər təşkil edir. Son illər ölkəmizdə ardıcıl olaraq 5 sosial islahat paketi həyata keçirilib. Həmin sosial islahat paketləri nəticəsində Azərbaycanda əmək haqqı fondu 3,1 dəfə, sosial ödənişlər üzrə olan xərclər 2,4 dəfə, minimum əmək haqqı isə 3,1 dəfə, minimum pensiyanın məbləği 2,9 dəfə, orta aylıq pensiya məbləği 2,6 dəfə, müavinətin orta aylıq məbləği isə 3 dəfə artıb. Müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədi ilə fondun aparatının mərkəzi və regional filiallarının əməkdaşlarından ibarət operativ dəstək qrupu fəaliyyət göstərir. İstər 142 çağrı mərkəzi, istər sosial şəbəkələr, istərsə də rəsmi qaydada daxil olan müraciətlər operativ sürətdə araşdırılır, həm onlayn, həm də yazılı formada vətəndaşlara təqdim olunur. Dost mərkəzlərində vətəndaşlara göstərilən xidmət üzrə məmnunluq dərəcəsi 98%-dən çoxdur. Fondun idarəçiliyində və sosial təminat sahəsində geniş miqyaslı institusional və funksional islahatlar həyata keçirilir. İdarəetmə optimallaşdırılıb, xidmətlər rəqəmsallaşdırılıb, eyni zamanda vətəndaş yönümlü yanaşma tətbiq olunur. Bugün fondun idarə heyətinin sədri tərəfindən həftədə bir dəfə mərkəzi aparatda, ayda bir dəfə isə regionlarda vətəndaş qəbulu keçirilir. Ümumilikdə ötən il fondun rəhbər şəxsləri tərəfindən keçirilmiş qəbullarda 70.472 nəfər vətəndaş iştirak edib. Ayda bir dəfə regionlarda vətəndaş cəmiyyəti institutları və region üzrə vətəndaşların iştirakı ilə ictimai dinləmələr keçirilir. İctimai dinləmələr zamanı vətəndaşların sosial təminat hüquqları barədə məlumat verilir, müzakirələr aparılır və vətəndaşları maraqlandıran suallar cavablandırılır.